Salam, xoş gördük əziz abituriyentlər. Mən Şamxal Məmliyev, 5 ildir artıq riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Bundan sonra sizinlə həm YouTube, həm TikTok, həm də Instagram üzərindən bir-birindən maraqlı sualların izahlarını paylaşmağa çalışacağıq. İnşallah hər biriniz üçün faydalı olar. Gəlin başlayaq. Bizə deyir ki, çevrəyə SB toxulanı və SA kəsəni çəkilmişdir. Şərtdə deyir ki, AB bərabərdir BC olduqda və BDA bucağı 80 dərəcədirsə, ABD bucağını bizə deyir tapın. Gəlin taban yoldaşlar. Deməli bizə deyir ki, AB və BC bərabərsə, deməli bu bərabər yanlı üçbucaqdır, ABC üçbucağı. Yəni mən bura alfa yazsam, deməli burada alfa olmalıdır. Bucaqlar bərabərdir bir-birinə. Sonra gəlirəm digər tərəfdən. Baxın. BAD bucağı daxilə çəkilən bucaq olduğu üçün o zaman BD qövsü, bu qövs onun 2 qatı olmalıdır. Yəni bu olacaq nə qədər? 2 alfa. Düzdürmü? Sonra digər tərəfdən BDA da yenə daxilə çəkilən bucaqsa 80 isə deməli BA qövsü də nə qədər olmalı? 12 qatı, yəni 160 dərəcə. Çevrədəki qaydaya əsasən iki toxunan və kəsən arasındakı qalan bucaqların fərqinin yarısı alfanı verməlidir. Yəni 160 minus 2 alfa bölünsün 2 bərabərdir alfa olmalıdır. Yazırıq. 160 minus 2 alfa bölünsün 2 bərabər olmalıdır buradakı alfaya. Çarpaz vuranda 160 minus 2 alfa bərabər 2 alfaya, 160 bərabərdir 4 alfaya, deməli alfa nəyə bərabərdir? 40 dərəcəyə. Biz alfanı tapdıq, gəlin yerinə yazalım. Bura 40 dərəcə olacaqsa, bizdən ABD bucağını soruşur. Bu üç bucaqda daxili bucaqlarca 180 olduğuna görə 40, 80, 120, deməli burada nə qədər imiş? 60 dərəcə. Bu qədər yoldaşlar, inşallah hər birinizə faydalı olar.